İmtahana hazırlaşanların elədiyi 3 səhv. İmtahana hazırlaşanların çoxu düşünür ki, problem az oxumaqdadır. Əslində problem beyni səhv işlətməkdədir. Çünki başı var, amma oxumur sözü düz deyil. Baş hamıda var, sadəcə çoxu səhv oxuyur. Birinci səhv nədir? Gecə oxumaqdır. Gecə sakitdir, daha yaxşı öyrənərəm fikri aldadıcıdır. Yaddaş oxuyanda yox, yatanda formalaşır. Sən oxuyursan, məlumat beyinə girir, amma daimi yaddaşa yuxuda keçir. Gecə 12-dən sonra yatırsansa, bu proses zəifləyir. Elə bil məlumatı yazırsan, amma yaddaş sisteminə ötürə bilmirsən. İkinci səhv isə fasiləsiz oxumaqdır. 3-4 saat masadan qalxmayaraq oxumaq çalışqanlıq kimi görünə bilər, amma beyinə zərər verir. Diqqət maksimum 30 dəqiqə stabil qalır. Sonra kortizol artır və öyrənmə düşür. Hər 30 dəqiqədən bir qısa fasilə vermək daha ağıllı variant ola bilər. Üçüncü səhv isə zorla əzbərləməkdir. Çox təkrar eləyim, məcbur yadımda qalsın, işləmir. Sinir sistemi yorulanda neyron əlaqələri zəifləyir və məlumatı qısa müddətdə yaddaşda saxlayır. Bu sadəcə psixoloji yox, həm də nevroloji məsələdir. Nə eləmək lazımdır? İmtahan dövründə məqsəd daha çox oxumaq deyil, beyni balansda saxlamaqdır. Yuxu, qısa fasilələr, gündüz oxuma və sinir sistemini sakit saxlamaq yaddaşı qoruyur. Bəzən sinir sistemi çox yüklənəndə onu dəstəkləmək də lazımdır. Bu məqsədlə istifadə olunan qida əlavələrindən biri isə qabafozdur. Qabafoz dərman deyil, qida əlavəsidir. Tərkibində olan təbii maddələr diqqəti gücləndirməyə, yuxunu normallaşdırmağa, əsəbi azaltmağa və imtahan həyəcanını yüngülləşdirməyə dəstək olur. Sinir sistemini sakitləşdirir, asılılıq yaratmır və orqanizmi normal iş rejiminə keçirir. 12 yaşından yuxarılar gündə 1 tablet, 18 yaşından yuxarılar isə 1-2 tablet qəbul eləyə bilərlər. İtaliya istehsalıdır, keyfiyyətindən əmin ola bilərsiniz. Həkim və əczaçıların tövsiyəsi ilə əksər apteklərdən əldə eləyə bilərsiniz.